Alo, Xəyam. Yaxşı, o gün dediyin qaçdı. Ha, göndər, göndər də. Bilirsən də biz oturduğumuz kafeyi bilirsən ha. Gel, gel kardeş gel. Salam. Aleykümselam, hoş geldin kardeş. Ha, Salam salam kardeş. kardeş, hoş geldin. Adınız ne oldu? Vasif. Ha, Xəyam demişdiniz. Bəli, bəli. Ha, buyurun. Ha, Vasif qardaş, Xəyam mən sizin haqqınızda biraz məlumat ver, dedi qəşəng mahnılar yazırsınız. Siz hansı janrda mahnılar yazırsınız? Janr ne diyor baba? O ne olan şeydi? Janr nədir? Qardaş, sən necə mahnı yazsan? Janr nədir bilmirsən sən? Qardaş, sən hansı sferada mahnı yazsan? Yəni bir izah elə görək, necə mahnı yazsan sən? Sfera ne diyor kardeş? Sen bir başa düştüğümüz doğru dilde izah ile görüm ne diyorsa sfera. Sən də deyir günah, Xəyyamda adamsın. Nəysə, sən yəni qardaş, toy mahnısı yazırsan, pop yazırsan, hansı janrda mahnı yazsan, onu demək istəyirəm. Janr odur. Ha, janr onu diyorsan, toy mantısı kardeşim. Patladan manı özü sadeyim. Heç nə deyim qardaş. Oxuda da Xəyyam deyib belə yaxşı mahnıların olur. Oxu görək. Kardeş bu bildiğin toy mantısı da yani bir iki nakaratını okuyun bak. Mahnı belədir. Kənd həyatı ləzzət eləyir, bəh bəh bəh. Oxuyur bülbüllər, oxuyur bülbüllər, belə eləyir, cəh cəh cəh. Sənə sənətkar deyən, sənə bəstəkar deyən qələt eləyir, qələt eləyir. Dur, buradan gözüm görməsin sən kəpənək, yerindən qalxan mahnı yazır mənim üçün.